torpağın duzlanmasının, acı dadının əsas səbəbini araşdıracaq. Torpağı formalaşdıran bir çox amillər var. Suvarma sistemlərində yol verilən səhvlər torpağı necə göz yaşı kimi duzlu edir? Şorlaşma, şorakətləşmə, bu kimi proseslər torpaqdan səmərəsiz istifadə etdikdən sonra baş verir. Bitki solur, məhsul azalır. Bitkilərin inkişafına təsir göstərir. Torpağı qorumaq, gələcəyi duzlu yox, şirin saxlamaq deməkdir. Torpaq duzlananda o susmur. Bitki solur, məhsul azalır və həyat getdikcə torpaqdan üz döndərir. Bu duz bəzən göz yaşı kimidir. İçimizdəki biganəliyin, su israfının və səhv suvarmanın acı nəticəsi. Bugünkü verilişimizdə torpağın duzlanmasının, acı dadının əsas səbəbini araşdıracaq. Verilişimizin daimi qonağı biologiya üzrə elmlər doktoru Vəfa xanım Qasımovadır. Salam Vəfa xanım, hər vaxtınız xeyirli olsun. Salam, Əli, salam. Vəfa xanım, torpağın şorlaşması dedikdə biz nəyi başa düşürük və şorlaşmanın nəyə görə torpağın gizli ekoloji fəsadı adlandırırlar? Çox sağ olun, Əli. Sualınıza görə bu ən çox elmi sualdır. Çünki şorlaşma, şorakətləşmə, bu kimi proseslər torpaqdan səmərəsiz istifadə etdikdən sonra baş verir. Həddindən artıq suların verilməsi ərazilərə, duzların çoxalmasına gətirib çıxardır. Duzların da çox olması bilirsiniz də insan orqanizmindəki kimi hər element normada olmalıdır. Duzların həddindən artıq çox olması suyun keçməsinə məhdud yaranır və su yavaş-yavaş bitki orqanizminə keçə bilmir və bu da bitkilərin vurmasına, bitkilərin inkişafına təsir göstərir. Biz həmin bu proseslərin görməsini necə bərpa edə bilərik? Yəni bu prosesin gedişatı birinci növbədə torpağa düzgün yanaşma nöqteyi-nəzərdən baxılmalıdır. Yəni əgər torpağa sular torpağın tələbatından artıq verilirsə, deməli o torpaqlarda badaqlaşma yaranır. Növbəti sualı verim. Suvarma sistemlərində yol verilən səhvlər torpağı necə göz yaşı kimi duzlu edir? Ən çox hansı ərazilər risk altındadır? Əslində belə deyək də, su ehtiyatları tükənir və ərazilərə suyun verilməsi quraqlıq yaradır torpaqlarda müasir dövrümüzdə. Çünki ətraf mühitin amilləri, iqlim şəraiti kəskin dəyişir və bu da torpağa mənfi təsir göstərir. Biz əgər şorlaşma və şorakətləşmə bu kimi proseslərdən deyiriksə, deqradasiyaya səbəb olan bir çox amillər var. Aralarında təbii və antropogen, yəni insan təsiri nəticəsində baş verən proseslər. Şorlaşmadır, şorakətləşmədir, torpaqda səmərəsiz suların verilməsi və drenajların qoyulmaması nəticəsində baş verir. Bu da əlbəttə ki, torpağın bir növ deqradasiya, yəni həmin o təbii proseslərin gedişatının pozulmasına gətirib çıxardır. Ona görə də yəni torpaqda səmərəsiz suların verilməsi torpağın inkişafını ləngidir və getdikcə torpaqlar bu insanın rifahına necə təsir göstərir? Birinci növbədə maddi baxımdan torpaqlar getdikcə yararsız hala düşür və bu da iqtisadi baxımdan məhsulun keyfiyyətsiz alınmasına gətirib çıxardır. Çünki hər bir fermer hansısa məhsulun yetişdirməsi üçün müəyyən vəsait xərcləyir və bu vəsaitin geri almasına görə həmin o məhsulun gərək keyfiyyətli yetişdirilməsini təmin etsin. Əgər məhsul keyfiyyətsizdirsə, deməli o məhsuldan əldə etdiyi vəsait az olur və bu da mənfi təsir göstərir iqtisadiyyat baxımından. Bəs iqlim dəyişikliyi və qlobal istiləşmə
dəyişmə necə təsir göstərir şoranlaşmaya? Əlbəttə ki, iqlim dəyişməsi ümumiyyətlə torpaq səthinə mənfi təsir göstərir. Nəinki torpağa, bütöv ekosistemə mənfi təsir göstərir. Çünki burada qazlardır, sulardır, buxarlama sistemləridir, bir-birinə qarışır və ətraf mühitdə mənfi proseslər yaradır. Bu da təbii ki, torpaq səthinə mənfi təsir göstərir. Təbii proseslərlə də yanaşı antropogen proseslər yan-yana olanda torpaq daha da sürətlə mənfiyə doğru degradasiyaya uğrayır. Ona görə də bunun qarşısını almaq üçün heç olmasa insan amili aşağı salmaq lazımdır. Degradasiya, mənfi təsirini aşağı salmaq lazımdır. Çünki təbii amillər onsuz da bu proseslərin gedişatını mənfiyə doğru təmin edir. Bəli. Həlli üçün məsələn texnologiyalar var, yerli biliklər var, yəni maarifləndirmə işləri var. Yəni bunların hamısından danışılır. Fərdi olaraq nə etmək lazımdır? Fərdi olaraq hər bir əraziyə, rayon çərçivəsində götürsək, şəhər nöqteyi nəzərdən balaca bir torpaq sahəsini də götürsək, biz mütləq torpağın tələbatını bilib ona qulluq etməliyik. Yəni hər işə individual yanaşmalıyıq. Biz əgər plan şəklində bütün torpaqlara eyni dərəcədə qulluq eləsək, yəni baxsaq, biz heç vaxt həmin o balansı qoruyub saxlaya bilmərik. Çünki torpağı formalaşdıran bir çox amillər var və o amillər üst-üstə düşməlidir ki, həmin o torpaq sahəsi Əgər o amillər dəyişirsə təbii şəkildə iqlim təsiri var, qlobal istiləşmədir və s. buzların ərinməsi, bunlar hamısı torpağa daxil olur və suların getdikcə çoxalması torpaqların bataqlaşmasına, degradasiya dediyim kimi o səbəblər üzə çıxır. Və biz bunların qarşısını alması üçün öncədən bilib müəyyən tədbir aparmalıyıq. Yəni maarifləndirmə aparmalıyıq. Drenajlar qoymalıyıq. Ondan qabaqki suvarılma sistemi tamamilə baxılmalıdır və yenidən qurulmalıdır. Və bu kimi tədbirlərin öncədən aparılması torpaqların qorunmasına gətirib çıxarır. Təşəkkür edirəm. Müəllim, bəs bu yerli biliklərdən danışdıq, texnologiyalardan danışdıq. Bəs bu maarifləndirmə işləri bu mövzuda hansı formada aparılmalıdır? Maarifləndirmə sistemi informasiyalardan, yəni sosial şəbəkələrdən, televiziyadan, kimlər tərəfindən aparılmalıdır? Çünki adi vətəndaş məsəl üçün maarifləndirmə iş aparmaq istəyə bilər. Bəli. Amma bu sahədən xəbərsizdir, səhv maarifləndirmə iş apara bilər. Bəli. Əlbəttə ki, hamı eyni sahədə işləyə bilməz, hamı eyni sahənin mütəxəssisi ola bilməz, hamı eyni sahənin alimi ola bilməz. Alimlərin konfranslarında və digər tədbirlərdə alimlərin bir-biri ilə danışmasından o yana o proses getmir. Bəli. Yəni alimlər yığışı bir-biri ilə söhbətləşirlər, bu işlərin davamlılığını və qarşısını alması üçün fikirləri söyləyirlər. Amma bu fikirlər təkcə orada qalmamalıdır. Bu fikirlər həm informasiya şəbəkələrindən, həm televiziya, həm məktəblərdə uşaqları elə formalaşdırmaq lazımdır ki, onların gəzdiyi qarıq-qarış torpaqlar, onların aldıqları hava, nəfəslərinə aldıqları hava, içən sulara, bütün o sistemlərə qənaətlə yaxınlaşmalıdır və bu maarifləndirmə uşaqlardan başlayıb tam yaşlı nəsillərə qədər ötürməlidir. Fərq etmir hansı şəbəkələrdən. Amma problemlər üzrə daim insanları maarifləndirmək mütləqdir. Çox sağ olun müəllim. Tamamilə fərqli bir bucaqdan yanaşdığınız üçün mövzuya təşəkkür edirəm. Siz sağ olun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul edib verilişimizə gəldiniz. Mən də sizə təşəkkür edirəm ki, siz məni dəvət edirsiniz. Mən fikirlərimi bax belə formada çatdıra bilirəm. Sonda isə dostlar, demək istərdim ki, torpaq göz yaşı tökə bilməz. Amma susub acılaşa bilər, duzullaşa bilər və şoranlaşa bilər. Əgər biz bugün torpağın duzunu hiss eləməsək, sabah orada heç nə əkib biçə bilmərik. Unutma, torpağı qorumaq gələcəyi duzlu yox, şirin saxlamaq deməkdir. Elə isə gələn görüşlərə dək hələlik.